Bir nəfər gəldi, Peyğəmbər oturmuşdu məsciddə, dedi ki, mən çox kasıbam, fəqirəm, mənə kömək edin. Peyğəmbər dedi, məndə bir şey yoxdur. Dedi, bu da qoy Həzrət Zəhra hədiyyə olsun. Dedi, Bilal, dedi, bəli. Dedi, get qızım Zəhranın evinə, gör Zəhranın evində nə var, nəsə versin buna. Deyir, hə, Bilal deyə gəldim, qapını döydüm, Zəhracan, Zəhra, bəli. Atan deyir ki, bir fəqir gəlib, nəsə verə bilər. Zəhra xanımın deyilə bir dənə boyunbağısı var idi. Elə o an çıxartdı, onu verdi. Dedi, aparın verin o atama, atam versin həmən fəqirə. Deyir, o boyunbağını gətirdilər Peyğəmbərə. Peyğəmbər görün nə söz dedi. O adamda borcu vardı, pula ehtiyacı vardı. Dedi, kim bu boyunbağını alar? Alsa cənnətinə zaminəm. Peyğəmbər dedi. Kim dedi alaram? Əmmar dedi, mən alaram, ya Rasulallah. Ya Rasulallah. Əmmar dedi, o kimdir o fəqir? Ona apardı evə. Qulluq elədi ona, yemək verdi, pul verdi. Boyunbağını da aldı, pulla aldı. Onu da yola saldı. Əmmarın bir dənə qulu var idi, nökəri. O dönəmdə var idi belə nökər. Deyir, həmən deyir, boyunbağını verdi nökərə. Dedi, apar çatdır Peyğəmbərə. Dinən həm səni, həm bu boyunbağını sizə hədiyyə elədim. Hara lazımdır sərf eləyərsiniz. O nökər də fəxri bu idi ki, Peyğəmbər qapısında xidmət eləsin. Deyib, Peyğəmbərə gətirdilər, boyunbağını verdilər. Peyğəmbərə verəndən sonra boyunbağını. Peyğəmbər baxdı, dedi, bunu çatdırın qızım Zəhraya. Apardılar, qızı Zəhraya verdilər. Həmən qul, o nökər, təbəssüm elədi. Peyğəmbər dedi, ay nökər, mən səni də azad elədim. Həmən nökər təbəssüm elədi. Dedilər, niyə təbəssüm edirsən? Dedi, nə qədər bərəkətli boyunbağıdır bu. Boyunbağı bildiniz. Nə qədər bərəkətlidir bu. Zəhra bir şey versə bərəkətli olar da. Dedi, bir nəfər ehtiyacı var idi, pulu yox idi, pulu verildi. Bir qul azad oldu, bir nəfər sevindi, dərdi həll oldu. Biri savab qazandı, biri əcr qazandı, biri cənnət qazandı. İlahi, bu nə qədər dəyərliymiş, nə qədər bərəkətliymiş. Həzrət Zəhra sənə nə versə bərəkətdir. Hay Zəhra xanım, mən bir dənə söz deyim. Xanım, kaş bir dəfə sən bizə deyeydin, sən mənə balamsan. Bundan böyle hədiyyə olmazdı. Kaş bir dəfə can üstünə düşəndə Həzrət Zəhra deyəydi, bu mənim balamdır. Bundan böyle nə halcət ola bilər ki həyatda, mən bilmirəm.